Əgər bunun konkret, açıq təxribat olmağı sübut olunacaqsa necə reaksiya verir? O müharibə aktıdır. Əgər olacaqsa, onu törədənlərə qarşı antiterrordan tutmuş birbaşa ölkə tərəfindən, dövlət tərəfindən törədilibsə onun cəzalandırılmasına qədər hərbi addımlar olacaq. Bunun əgər olarsa bu, ortada gələrsə. Birbaşa müharibə aktıdır. İkinci deyək ki, bu elə texniki qəzadır. Texniki qəza olub. Texniki qəza olması da bu həlak olanların şəhid olmasını demək, yəni bu aradan qaldırmır. Yox, Türkiyə qanunvericiliyinə görə Azərbaycan qanunvericiliyində də həmçinin. Və bunlar Türkiyə vətəndaşları olaraq Azərbaycan dövlətinin, Azərbaycan hərb sisteminin ehtiyacı uğrunda şəhid olan şəhidlərdir. Bu həqiqətən elə. Yəni Nuru Paşadan sonra ilk şəhidlər rəsmi olaraq. Bunlar, bu adamlar müharibə vəziyyətində olan Azərbaycana dəstək verən şəhidlərdir. Türkiyə vətəndaşı ola bilər, ya nə bilim, başqa ölkədə vətəndaşlar da ola bilərlər. Amma hər halda yəni buna xidmət edir. Azərbaycan dövlətinə, dövlət maraqlarına xidmət edən insanlar.